Bu bitkiyə çoxları sadə ot kimi baxır, amma əslində bədənə möcüzə təsir göstərən təbii bir şəfa mənbəyidir. Bu videoda sizə adikasını, bitkisinin yəni mavi hindubanın bilinməyən, amma inanılmaz super faydasını açıqlayacağam. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Bu bitki qaraciyəri təmizləyən ən güclü təbii vasitələrdən biridir. Qaraciyəri yeniləyir, yağlanmanı azaldır. Toksinləri bədəndən atır. Həzmi möhtəşəm şəkildə aktivləşdirir. Qəbizlik, şişkinlik və mədə turşusunu sürətlə azaldır. Qanı və qandakı şəkəri tənzimləyir. Xüsusən şəkər problemi olanlar üçün təbii dəstəkdir. Sakitləşdirici təsiri var, sinir sistemini rahatladır. Əsəb və gərginliyi azaldır. Sidik qovucu və ödem atıcı gücə malikdir. Bədəndə yığılan artıq suyu çıxarır və şişkinliyi azaldır. Dərinin parlaqlığını artırır. Sızan ağ, qara nöqtə və dəri ləkələrinə qarşı təsirlidir. Bağırsaq mikroflorasını gücləndirir. Probiotik təsir göstərir. Bağırsağı təmizləyir. İmmuniteti yüksəldir. Bədəni xəstəliklərə qarşı daha dayanıqlı edir. Ürək-damar sağlamlığını qoruyur. Xolesterini azaltmağa kömək edir. Arıqlama prosesini sürətləndirir. Metabolizmi aktivləşdirir və yağ yandırmağa dəstək olur. Bu bitki əsil təbii bir şəfa xəzinəsidir. Diqqətli olunmalı məqam isə hamilələr və ciddi xəstəliyi olanlar mütləq həkimlə məsləhətləşməlidir. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.